Salam, xoş gördük sizi. Bugünkü qonağımız kitabsevərlərə çox doğma olan, eyni zamanda kommunikasiya üzrə mütəxəssis və maarifçi Sərxan Rüstəmovdur. Xoş gəlmisiniz. Çox sağ olun Günel müəllimə. Təşəkkür edirəm dəvət etdiyiniz üçün və belə bir maraqlı şərait yaratdığınız üçün minnətdaram. Bugün biz niyə kitab oxumalıyıq sualına cavab axtarmağa çalışacağıq. Kitab oxumağın insan həyatındakı önəmli rolundan, eyni zamanda müəllimlərin fəaliyyətindəki rolundan danışmaq istəyirəm sizinlə. Gəlin ilk və əsas sualdan başlayaq. Biz niyə kitab oxumalıyıq? Deməli, bu suala bir çox mövqedən cavab vermək olar, amma mənim bu yaxınlarda oxuduğum bir kitab var idi. Kitabın adı belə idi ki, kitab oxumaq nəfəs almaqdır. Mixa Kovaç adlı Sloveniyalı bir professor tərəfindən yazılıb bu kitab və bu müəllifin özünün elmi işi, araşdırması ilə kitab oxumaq mütaliə ilə bağlıdır. O kitabda müəllif nəyə görə kitab oxumalı olduğumuzu, ümumiyyətlə kitab oxumağın insana nə qatdığını geniş sübutlarla əsaslandırır. Bir çox məqam var. Amma bizim mövzumuza gəlsək, mənim düşüncəmə görə kitab oxumaq daha çox insanın düşüncəsini inkişaf etdirir, insanın söz ehtiyatını artırır və insan hər hansı bir mövzuda öz fikrini ortaya, sərbəst fikrini qoya bilir. Amma biz mütaliədən uzaq olduqda, kitab oxumağımız az olduqda bizim həm oxuyub anlama bacarığımız yaxşı inkişaf eləmir. Həmçində biz sabah hər hansı bir mövzuda ancaq əzbərçi roldan çıxış edə bilirik. Yəni öz mövqeyimiz, öz fikrimiz olmur. O baxımdan düşünürəm ki, yəni kitab oxumaq bu dövrdə, xüsusən bu rəqəmsal dövrdə insanı inkişaf etdirən ən önəmli və ən əlçatan vasitədir. Rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi və bizi də bir növ içinə çəkdiyi bu dövrdə məlumatları, informasiyaları biz sadəcə kitabdan almağa niyə fokuslanmalıyıq? Çünki elə insanlarımız var ki, onlar kitab oxumasa belə en qədər informasiyaya məruz qalırlar və hətta belə deyənlərimiz də olur. Mən kitab oxumadan da məlumat əldə edə bilərəm videolardan, podkastlardan, filmlərdən və s. və ilə axır. Bu mövzudan bağlı bizi izləyənlər daha çox müəllimlər, təhsil sahəsində olan insanlar olduğuna görə onlara tövsiyə edərdim ki, bu mövzuda çox yaxşı bir kitab var. Kristi Goodwin adlı bir müəllifin Rəqəmsal Dünyada Uşaq Böyütmək adlı bir kitabdır. Bu kitabı həm düşünürəm ki, müəllimlər, həm də valideynlər oxusalar çox yaxşı olar. O kitabda da vurğulandığı kimi, ümumiyyətlə, biz təbii ki, müxtəlif mənbələrdən məlumat ala bilərik. Bu ola bilər internet resursları, məsələn, bizim bugün çəkdiyimiz bu podkast izləyərək öyrənmək olar. Öyrənməyin yolları çoxdur. Amma kitab bunlar içində ən dolğun, ən və əlçatanıdır. Həmçinin bayaq da qeyd etdiyim kimi, ümumiyyətlə, biz bir şeyi kitabdan öyrəndiyimiz zaman o daha yadda qalan olur. Çünki insanın ümumiyyətlə ekran müddəti, ekranda fikrini toplama müddəti 8 saniyədir. Fikir verirsiniz ki, sosial mediada da paylaşılan videoların adətən ilk saniyələri yaxşı izlənilir, amma davamlı izlənilmir. Onsuz da biz sürət əsrində olduğumuza görə davamlı qısa məlumatlar, qısa videolar, tezlə mən öyrənim, belə düşünürük. Yəni, uşaqlar da bunu öyrənir sanki. Amma biz kitabı oxuduğumuz zaman biz bir müddət sanki o dünyanın sürətindən kənara çəkilib, özümüzlə baş-başa qala bilirik və bir növ mən düşünürəm ki, kitab oxumaq həm də insanın özünə hörmət eləməyidir. İnsanın özünə hörməti, özünə sayğısıdır. Yəni mən dünyanın bütün o tələm-tələsikliyindən, bütün kənar məsələlərdən kənara çəkilirəm. Özümlə baş-başa, kitabla baş-başa qalıram, o ilə söhbət edirəm və düşünün ki, siz bir kitab oxuduğunuz zaman ilk baxışda bu 100 səhifəlik, 200 səhifəlik bir kitab kimi gözümüzə gəlir. Amma düşünün ki, bunu yazan bir müəllif illərin təcrübəsini ortaya qoyub. O yüzlərlə, bəlkə də minlərlə kitab oxuyub, böyük bir təcrübəsini sənə 100-200 səhifəlik bir kitabda verir. Amma 5-10 saniyəlik və ya da 30 saniyəlik bir video sənə o effekti verə bilməz. O baxımdan düşünürəm ki, kitab da mütləq olmalıdır. Yəni, kitab olsun, digərləri olmasını demirəm. Paraleldə olmalıdır. İnformasiyanın hər biri doğrunu, həqiqəti əks elətdirmir. Onu biz axtaranlar ələyimizdən keçirib, süzgəcimizdən keçirib qərar verməliyik ki, hansı informasiya daha həqiqəti əks elətdirir, daha doğrudur və onu istifadə etməliyik. Çünki biz axtarış eləyəndə qarşımıza en qədər informasiya çıxa bilər. Bu eyni zamanda kitablara da aiddirmir. Çünki bəzi müəlliflər var ki, onlar fərqli mövqedən çıxış eləyə bilərlər, fərqli düşüncə tərzini müdafiə edə bilərlər və mən bir müəllim kimi, bir ana kimi, bir ata kimi o kitabın övladım tərəfindən oxunmağını istəməyə bilərəmmi? Yoxsa kitablar özü oxucu ilə müəllifi arasında bir baryer, sərhəd qura bilirmi? Sualınızı başa düşdüm. Yaxşı sualdır əslində. Yəni kitab seçimində nə qədər diqqətli olmalıyıq, bir növ belə desək.
Bu məqamda müəllimlərə də, valideynlərə də böyük bir iş düşür. Təbii ki, Dövlət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir neçə il öncə verdiyi bir qərar var ki, kitablar üzərində yaş sensi göstərilməlidir. Yəni kitabların arxasında yazmalıdır 6+, 0+, 18+ və s. Amma bununla yanaşı, yəni də müəllimin və valideynin bir məsuliyyəti var ki, biz övladımıza kitab seçərkən onun bir mündəricatı ilə, onun arxasındakı anotasiyasıyla tanış olmalıyıq. Kitabdakı verilən məlumatlar, ötürülən mesajlar nə qədər mənim ailə dəyərlərimə, nə qədər mənim ölkəmin, dövlətimin maraqlarına uyğundur, buna diqqət etmək lazımdır. Bu hazırlıqlı oxucu üçün problem deyil. Yəni hazırlıqlı oxucu mənasız bir kitabı da, faydasız kitabı da oxusa ona zərər görməz. Ayırd elə, amma hazırlıqsız bir oxucusa, azyaşlı bir uşaqdırsa biz bunu qorumalıyıq. Bu baxımdan düşünürəm ki, biz böyüklərin üzərinə böyük iş düşür. Yəni gözəl bir söz var, deyir ki, insanın savadlı olması üçün, ağıllı olması üçün 10 kitab oxumaq kifayətdir, amma həmin 10 kitabın hansı kitab olduğunu bilmək üçün yüzlərlə kitab oxumağa ehtiyac var. Yəni ona görə biz biraz bu əziyyət tələb edən bir işdir. Hə, mən durum 3 dənə kitab oxuyum, bu ilə deyim ki, mən bütün kitab belə deyil yəni. Biraz əziyyət çəkici. Xüsusən də burada düşünürəm ki, müəllimlər və valideynlər yol göstərən olduğuna görə onlar çox oxumalıdırlar. Uşaq da buna baxıb həvəslənməlidir. Tez-tez sinifimizdə belə bir dialoq baş verir bizim aramızda. Mən şagirdlərin daha çox səhv etdiyi nüansları öncədən bildiyim üçün deyirəm ki, mən də həmişə burada səhv eləyirəm və uşaqlıqdan onlara belə təlqin eləmişəm. İndi mən səhv eləyirəm deyəndə onlar deyirlər ki, müəllimə, siz robot deyilsiniz ki, siz də səhv eləyə bilərsiniz, biz də səhv eləyə bilərik. Ümumilikdə kitab həm də bizə seçmə üsulunu bir növ öyrədir. Biz nəyi oxumaq istədiyimizi, nəyi oxumaq istəmədiyimizi kitabları daha çox oxumaqla müəyyən edirik. Sərxan bəy, bəs kitab oxumayan gənclərdə hansı sosial bacarıqlar əksik olur? Ümumiyyətlə, şəxsiyyətin boşluğuna gətirib çıxarırmı kitab oxumamaq və bu boşluq nələrdən ibarətdir? Deməli, ümumiyyətlə kitab oxumaq məsələsi, xüsusən də gənclərdən danışırıqsa, mən düşünürəm ki, burada böyük bir boşluq adətən bizim gözümüzdən qaçan ilk 3 yaşda, ilk 4 yaşda olur. Yəni, təməldə o boşluq olanda sonradan onu doldurmaq biraz çətinləşir. Ümumiyyətlə, insan beyninin 80-85% ilk 3 yaşda tamamlanır inkişafı. Yəni, ailə, valideyn, biz böyüklər evdə uşaqla düzgün ünsiyyət qurmuşuqsa, evin bir küncündə kitab güşəsi varsa, uşaq əlini atanda oyuncaqlarla, mebellə, qab-qacıqla yanaşı, həm də arada kitaba da əli dəyirsə, bu uşaq da kitaba sevgi avtomatik formalaşacaq. Və eyni zamanda əgər bu uşaq kitab oxumursa, təbii ki, burada ümidsizlik, yəni biz 3 yaşı keçib artıq biz bu uşağı kitab oxuyub, belə deyil də, yəni. Davamlı biz ona nələrsə eləməliyik. Bunlar nə ola bilər? Məsəl üçün biz ad günlərində, bayramlarda ona kitab hədiyyə edə bilərik, ona bir yarış həvəsləndirici nələrsə eləyə bilərik. Kitab oxumayan uşaqlarda hansı əksikliklər olur? Baxın, ilk önəmli əksiklik oxuyub anlama bacarığında problem yaranır. Uşaq sonra testlər işləyə bilməyəcək. Xarici dil əlavə ikinci dil öyrənmək istəyəndə çətinlik çəkəcək. Səbirsiz olacaq. Fikrini tam ifadə edə bilməyəcək. Empatiya hissindən, empatiya əksikliyindən əziyyət çəkəcək. Yəni bunu yüzlərlə belə məqam və fakt sadalamaq olar deyə düşünürəm. Oxuyub anlama demişkən, hazırda bizim təhsilimizin əsas belə deyək də fokuslandığı məsələ uşaqlarda, eyni zamanda gənclərdə oxuyub anlama bacarığını formalaşdırmaqdır. Oxuyub anlama bacarığı formalaşdıranda kitab oxumaq lazımdır deyəndə həm valideynlərimiz, həm də müəllimlərimiz qismən qorxurlar. Sözün açığı, kitab oxumayan biri üçün onun əlinə qalın səhifəli bir kitab versən, o fikirləşəcək ki, mən bu işə hardan başlayım, harda bitirim. Dolayısıyla artıq o qorxu, onun o bacarığı formalaşdırmalı olduğu həqiqətini də ikinci plana atacaq. Qorxu daha yüksək, belə deyək də, məqamda olacaq. Həmişə valideynlər də mənə sual verəndə ki, uşaqlarda necə kitab oxuma sevgisi aşılayım? Mən deyirəm ki, bunu oturub onlara öyüd nəsihət verməklə aşılamaq təəssüf olsun ki, mümkün deyil. Ancaq siz kitab oxuyaraq uşaqlarınıza da kitab oxutdura bilərsiniz. İndi bayaq vurğuladınız, evinizin bir küncündə əgər kitab yoxdursa, telefon, televizor varsa, siz o uşaqdan tələb eləyə bilmərsiniz ki, sən də kitab oxu. Və bu oxumamaqda bizim oxuyub anlama bacarıqlarımızın aşağı olmağını gətirib çıxarır. Bəs bütün kitab oxuyanların oxuyub anlama bacarığı yaxşıdır deyə bir mühakimə yürüdə bilərikmi? Mən açığı o haqda dəqiq, konkret bir araşdırma oxumamışam, amma belə bir məsələ var. Əminəm ki,
kitab oxuyanların oxuyub anlama qabiliyyəti kitab oxumayanlara nisbətdə daha yüksək olacaq əlbəttə ki, biz. Amma ola bilər ki, müxtəlif səviyyəli insanlar ola bilər. İkisi də kitab oxuyandır. Birisinin anlama səviyyəsi daha yüksək ola bilər. Bəlkə bununla bağlı bir sevdiyim bir söz var. Deyir, istedad sizi ortalama insanların üzərinə çıxarar. Amma çalışmaq, davamlı üzərində işləmək sizi istedadlı insanların üzərinə çıxarar. O baxımdan düşünürəm ki, yəni hər bir halda sən özünün istedadı var, biz nə bilim bizim nəslimiz oxuyan nəsil deyib güvənib kitab oxumaya bilərsən. Deyə bilərəm, onsuz oxuduğumu anlayıram. Amma sən axı həm də oxusan o istedadını, o yenidən gələn bacarığı daha da yüksəldə bilərsən. Yəni istedada arxayın olub oturmaq insanı geriyə aparan bir faktordur deyə düşünürəm. Və bu baxımdan bəli vurguladığınız kimi valideynlərin, müəllimlərin burada bir nömrəli nümunə olmağı çox önəmlidir. Ümumiyyətlə bizim əgər bu podkastımıza bu saniyələrə qədər, bu dəqiqələrə qədər bir insan baxırsa, deməli bu səbirli insandır. Bu insan nəyisə dəyişmək istəyir həyatında. Sərxan bəy, uşaqları başa düşdük, şagirdlərin işi gücü oxumaqdır. Onlar üçün elə bir şərait yaratmaq çox asandır. Gəlin bir də daha yaşı yüksək olan, işləməli, həyatını qazanmalı olan insanlara fokuslanaq. Elə deyək ki, müəllimlər. Onlar həm işləyirlər, həm ev qayğıları və s. və axır. Kitab oxumağa necə vaxt tapsınlar? Ümumiyyətlə, vaxt tapmalıdırlarmı? Kitab oxumaq müəllimlərin fəaliyyətində necə bir müsbət cığır aça bilər? Mən düşünürəm ki, özünü inkişaf etdirmək istəyən insan və müasir dövrün bu sürətlə dəyişən zamanında geridə qalmaq istəməyən insan mütləq oxumalıdır, yeni nələrsə öyrənməlidir. Bayaq dediyiniz kimi ola bilər ki, bu ənənəvi klassik kitab olmasın, amma o ən azından hər hansı bir təlim keçməlidir, nəsə özünü inkişaf elətdirməlidir. Qaldı kitab oxumağa vaxt ayırmaq məsələsinə, vaxt heç vaxt olmayacaq. Vaxtı biz yaratmalıyıq. Yəni biz bunu, mən düşünürəm ki, kitab oxumağı saatla, dəqiqə ilə yox, səhifə ilə hədəf qoymaq olar. Yəni mən gündə 1 saat kitab oxuyacağam desəniz, bu mümkün deyil. Yəni bu 1 gün, 2 gün olacaq. Həvəslənəcəksiniz ilk başlıqda. Ola bilər ki, bu podkasta kimsə qulaq asar, həvəslənər, gündə 1 saat kitab yox, yəni ehtiyalandır, olan şey deyil. Yəni gündə 10 dəqiqəm olacaq, 5 dəqiqəm olacaq. Ən yaxşısı bunu səhifə olaraq qoymaqdır. Mən hər gün 5 səhifə oxuyacağam deməkdir məsəl üçün. Sən hər gün 5 səhifə oxuya bilsən, bu 1 ay ərzində 150 səhifə eləyir. Təxminən bir kitabı bitirmiş olacaqsan və bu 1 ildə 12 kitab demək olacaq. Sən o sürəti zamanla artıraraq bu 5 səhifəni 10 səhifəyə artıra bilərsən. Qaldı ki, gündəlik qayğılar, işlər. Mən əminəm ki, hər kəsin gündəlik işləri, qayğıları var, amma biz bəzən sosial şəbəkələrdə o videolara baxarkən çox vaxt itiririk. Hətta mən oxumuşdum ki, insanın gün ərzində belə sürüşdürdüyü videoların sayı, barmağın bu işarəsi neçəsə kilometrdir. Yəni biz gün ərzində neçəsə kilometr belə barmağımızı belə qət edirik. Yəni mən düşünürəm ki, o kilometrlərin sayını biraz azaldıb 3-5 səhifə kitab oxumağa vaxt ayıra bilərik. Əslində kitabın bizə verdiyi bu qədər üstünlüklər var. Amma gəl gör, sosial media ilə ağırlığı mənəvi olaraq yüksək ola bilər, amma hazırda geridədir. Nə üçün? Çünki sosial media rəngli, televizor rəngli bir dünyadır. Diqqətimizi özünə çox tez çəkə bilir. Amma kitab oxuyanda bizim bir öhdəliyimiz olur. Oxuduğumuz kitabı beynimizdə canlandırmaq, o ssenarini özümüz qurmaq, rejissoru özümüz oluruq, nə bilim yazarı, obrazları özümüz oluruq. Yəni bu baxımdan oxucudan da məsuliyyət tələb eləyir. Amma orası da düzdür ki, biz bu bacarığı uşaqlıqda formalaşdıra bildiksə, həyatımızın sonrası uşaqlarımız üçün çox daha rahat keçəcək. Mən həmişə düşünürəm ki, kitab oxumaq bir meditasiya üsuludur. Sən ətrafındakı dünyadan qopub, o kitabın vərəqləri içində itib batırsan. Bir dəfə bir qalın bir kitab oxuyurdum Sərxan bəy. O kitab harsa 500 səhifədən çox idi. Və mən özümə hədəf qoydum ki, hər gün 50 səhifə oxuyacağam. O kitabı bitirdim. Amma sonra gördüm ki, əslində o kitabı bitirməmişəm. Yəni burada da başqa bir nöqtəyə toxunmaq istəyirəm. Hər birimizin maraqları əslində fərqlidir. Öz maraqlarımıza xitab edən kitablar seçərək biz əslində oxu bacarığımızı daha da dərinləşdirə bilərik. Günümüzdə o deyir, əgər sən hələ də kitab oxumağı sevmirsənsə, deməli sənə xitab edən kitabla qarşılaşmamısan. Bunun bir neçə yolu var. Ümumiyyətlə mən kitab sahəsində uzun müddət fəaliyyət göstərdiyimə görə kimsə kitabla bağlı tövsiyə istəyəndə ona veriləcək bir neçə sual var. Onlardan birisi həmin şəxsin yaşını bilməkdir, maraq dairəsini bilməkdir. Bu insan nələrə maraq göstərir, hansı sahədə çalışır. Bir məşhur bir stand-upçı var, komediyan. Ona
sual verirlər. Deyir, mən anam atam deyir, çox deyir, ciddi onu güldürə bilərsən. Bir deyir, daha öncə güldülərmi? Yəni daha öncə kitab oxuyubmu bu adam? O ilə maraqlanmaq lazımdır. Əgər oxuyubsa, onun daha öncə oxuduğu kitaba uyğun kitablar vermək olar. Amma ən önəmli məqam odur ki, bizim ona tövsiyə edəcəyimiz kitab, xüsusən də bu insan əgər təzə kitab oxumağa başlayandırsa, biraz kiçik həcmli kitab olmalıdır. Və ya çox çətin dil olan kitab desək, o insan da kitaba sevgi azala bilər. Ona görə biz o insanı birinci yaxşı tanımalıyıq, ona daha asan başa düşülən kitab verməliyik və qaldı ki, necə formalaşır? Zamanla formalaşır. Yəni insanın damaq zövqü necə formalaşır? Yemək yeyərək, müxtəlif təamları dadaraq biz bilirik ki, bu yemək mənim sevdiyim yeməkdir, bu yemək mənim sevmədiyim yeməkdir. Ola bilər ki, mənim bəyəndiyim kitablar sizin heç xoşunuza gəlməyə bilər və ya da tam əksi. Ona görə və bir kitab oxuduğumuz zaman biz özümüz məcbur eləməli deyilik. Mən mütləq bunu bitirməliyəm. Mən əvvəllər tutaq ki, daha gənc yaşlarımda bir kitaba başlaydım, bunu mən mütləq bitirməliyəm, özümə zülm edirdim. Sonra başladım ki, niyə də bu həyat qısadır? Biz 50-60 il yaşayacağıq, 70 il maksimum. Biz hər gün bir kitab belə oxusaq, bu, yəni ki, belə deyim də 10 ilə 3650 kitab eləyir. Yəni bizim nəsə 30 ilimiz qalıbsa, yəni biz hər gün bir kitab oxumaq da mümkün deyil də. Həftəyə bir kitab oxuyanda 1 ilə 50 kitab eləyir. Sən 10 ilə 520 kitab oxuya biləcəksən. Yəni bu 520 kitab hansı kitab olacaq? Sevmədiyin, zorla oxuduğun kitablar mı? Yox. Oxudun 10 səhifə, 15 səhifə, bu getmir. Qoy kənara, başqa kitab oxu. Yəni sən bir insana söhbət edəndə, xoşuna gəlməyəndə onunla söhbət edə durmursan ki, dəyişsən də insanı. Başqa insana dostluq etməyə başlasan. Kitab da belədir. Biz bu ilə söhbət edə bilmiriksə, kitabla bizim kommunikasiyamız alınmırsa, kitabı kənara qoyub başqa kitab oxumaq lazımdır. Müəllimlər bəs öz şagirdlərinə belə kitab oxuma vərdişini aşılamaq üçün hansı yaradıcı üsullardan istifadə eləsə daha effektiv nəticələr verə bilər? Şagirdlərini sevməlidirlər. Yəni bir insan əgər bir insan kimsə sevirsə, onu həqiqətən ürəkdən çox istəyirsə, onun üçün eləyə bilməyəcəyi şey yoxdur. Mütləq bir yolunu tapacaqdır. Əgər müəllim şagirdini sevirsə, o şagirdinin gələcəkdə özünün övladı ilə dost olacağını, mən məsələyə necə baxıram? Mən düşünürəm ki, ətrafda bizim fayda verdiyimiz hər bir insan hansı formada sonra gəlib bizim qarşımıza çıxacaq. Ya mənim övladımın həyat yoldaşı olacaq, ya iş yoldaşı olacaq, ya dost olacaq, ya sonra qarşılaşacaqlar. Və mən o insana fayda verməklə əslində həm də özümə fayda verirəm. Və biz ona canla, başla istəyəndə istəmək çox önəmli şeydir. Yolunu tapırıq. Qaldı hansı metodlara? Mən əminəm ki, o müəllimlər məndən daha təcrübəlidirlər və üsullarını bilirlər. Uşaqlarla, xüsusən uşaqlar yarışmağı, belə qayda qanunu, hədəfləri çox sevirlər. Elə gözəl üsullar var ki, tapmaq olar ki, bir yarış qoymaq olar, ayın ən çox kitab oxuyanı, həftənin ən çox kitab oxuyanı, onlara xüsusi kiçik, çox da böyük əhəmiyyəti olmayan hədiyyələrlə, amma bunu mən düşünürəm ki, bizim o məşhur valideynlərlə olan kommunikasiya qruplarımızda bəlkə də valideynlərə də kitab oxutmaq lazımdır. Tək uşaqlara yox, valideynlərə də. Biz təkcə uşaqlara kitab oxutmaq istəyək biraz çətin ola bilər. Biz o valideynlərlə də hədəf qoya bilərik. Demək olar ki, hörmətli valideynlər, biz bu aydan uşaqlarla kitab oxumağa başlayırıq. Xahiş edirəm, siz də bizə dəstək olun. Gündə 15 dəqiqə ailədə kitab oxuma saatı olsun. Sizə də bu kitabı tövsiyə edirəm. Valideynlər də o kitab oxusunlar. Yəni belə olsa mən bilən daha belə kompleks iş gedər. Bir layihə başlatmışıq sinifimizdə. Uşaq sayına uyğun olan 34 kitab aldım ilk başda. 34 şagirdim var mənim və hər şagird bir kitabı götürdü. Arxasında o şagirdin adını qeyd elədim. Kitabı oxuduqdan sonra şərtimiz var idi ki, kitabın xülasəsini video şəklində hazırlayıb mənə göndərməlisən. Kameranı yandırır və qarşısında sadəcə olaraq kitabın xülasəsini danışır. Daha sonra o kitabı qaytarır və qaytarılan kitablar başlayır digər uşaqlar arasında dəyişdirilməyə. Kitabın arxasında şagirdin adı yazılıb. Bu kitabı yəni 30 şagird oxuyub. 2025-ci ildən etibarən biz başlamışıq bu fəaliyyətimizə. İl sonunda mən fikirləşirəm ki, o uşaqları mükafatlandırım. Hazırda ən çox kitab oxuyan şagirdimiz 75 kitab oxuyub. Hələ il tamamlanmayıb. Amma bunun valideynlərə də yaxşı cəhəti var. Çünki mən müşahidələrimə əsasən görürəm ki, uşaqlarla yanaşı valideynlər də həmin kitabları oxuyurlar. Bəli. Bəs Sərxan bəy, valideynlər uşaqlara kitab alanda daha çox fokuslanırlar ki, şəkilləri az, yazıları çox olsun. Amma uşaqlar üçün bu biraz sıxıcı və darıxdırıcı ola bilir. Bu məsələyə sizin münasibətiniz necədir? Bəli, valideynlər təəssüf olsun ki, kitaba mən ona pul verirəm deyir. Məsələn, kitab qalın olsun, içində çox hekayə, çox nağıl olsun. Belə deyil. Yəni biz uşağın duyğu düşüncəsini də bilməliyik. Uşaqların yaşı nə qədər azdırsa, həmin kitabın hərflərinin ölçüsü böyük, şəkilləri çox olmalıdır. Uşağın yaşı böyüdükcə tərs mütənasibdir. Hərflər kiçilir, şəkillər azalır, mətnlər çoxalır. Yəni biz orada uşağın
uşağı valideyn daha yaxşı tanıyır. Yəni uşaq bilməlidir ki, mənim övladım bu kitabı oxuyacaqdımı? Yəni özümüzlə müqayisə eləməməliyik də, biz özümüzü uşağın yerinə qoymalıyıq. Yəni uşaq bizdən kiçik olduğuna görə biz onun səviyyəsində olmalıyıq. O bizim səviyyəmizə qalxa bilməz. Yəni ona görə uşağı tanımaq və uşağın sonuçda kitab oxuyan uşaqdır. Yəni biz özümüzün xoşumuza gələn kitab almaqla deyil də, bu uşaq onun bəlkə də daha rəngli, daha belə dinamik bir kitab olmalıdır. Belə kitablar var. Çox şükür ki, kitablar var. Və bayaq siz dediniz ki, o sinifdə elədiyiniz o addımı çox böyük, yəni çox gözəl bir addımdır. Mən ümid edirəm ki, və arzu edirəm ki, digər məktəblərdə bu tətbiq olunsun və bildiyim qədərilə bir neçə il öncə Təhsil Nazirliyinin belə bir təşəbbüsü var idi. Məktəblilər arasında, şagirdlər arasında oxu yarışı falan keçirildi. Yəni bunlar çox gözəl addımlar. Yəni belə bir təşəbbüslər var. Yəni olmasa belə bunu hər bir müəllim eləmək istəyən müəllim mən düşünürəm yol tapıb eləyə bilər. Məsələ bu addımı başlatmaq deyil, məsələ onu davam elətdirməkdir. Biz məktəbdə müəllimlər olaraq, evdə də valideynlər biraz dəstək göstərsələr, düşünürəm ki, uşaqların həyatdan bir neçə dəqiqəlik belə olsa ayrılıb dincəlmək ehtiyaclarını ödəyə bilərlər uşaqların. Çünki bəzən biz içində olduğumuz situasiyanı, mühiti tərk eləyə bilmirik. Amma kitablar bizim üçün o açılan qapıdır. Kitabın qapağını açan kimi biz artıq dünyadan təcrid oluruq və həmin kitabın dünyasında yaşamağa başlayırıq. Sərxan bəy, günümüzdə psixoloji konsultasiyalara getmək istəməyənlərimizin sayı çoxdur. Müəyyən depressiv hallar yaşayan insanlarımız var, özünü ifadə edə bilməyən və bu ifadə edə bilməməyin də gətirdiyi aqressiya müşahidə olunur bəzi şəxslərdə. Kitab psixoloqu bu barədə əvəz eləyə bilərmi? Məsələn, biz konsultasiyaya gedə bilmirik, getmək istəmirik, maddi gücümüz çatmır və yaxud da ki, cəsarətimiz çatmır, öz gerçəkliklərimizi ifadə eləməyə. Kitab oxuyaraq, şəxsi inkişaf kitabları, psixoloji, belə deyək də, bizə istiqamət verici kitablar oxuyaraq bunların öhdəsindən gələ bilərikmi? Mən düşünürəm ki, ümumiyyətlə, psixoloqa getmək məsələsi, ümumiyyətlə, psixoloji konsultasiya məsələsi vurguladığınız kimi təəssüf olsun ki, bizim cəmiyyətdə hələ tam qəbul olunan bir proses deyil. Yəni, sanki ona bir komplekslə yanaşır ki, mən oraya getsəm, məncə baxarlar filan. Amma bəzi məsələlər var, bəzi məqamlar var ki, orada birbaşa mütəxəssis, yəni psixoloq buna rəy verməlidir, sənə görüşməlidir, səni düzgün istiqamətləndirməlidir və s. Ona görə yəni ki, kitab oxumaqla hər şey həlləmək olar, bu da doğru yanaşma olmaz. Amma təbii ki, iki dənə problemli adam varsa, bunlardan birisi kitab oxuyursa, birisi kitab oxumursa, kitab oxuyanın işi daha asan olacaq. O məsələyə harca daha öz-özü ilə daha tez başa çıxa biləcək. Nəyə görə? Çünki ümumiyyətlə kitab oxumaq həm də insanın özü ilə baş-başa qalmaq qabiliyyətidir. Bizim uşaqlarımıza fikir versək, hamısı tələsirlər. Mən darıxdım, sıxıldım, mən sıxılıram, neynək deyirlər. Nəyə görə? Çünki uşaq heç vaxt darıxmağa imkan verməmişik biz ona. Oyun, məktəb, müəllim yanı, kurs, telefon, televizor, get həyətdə oyna. Bu uşaq əslən darıxmağı bacarmalıdır. Biz uşağı bəzən qoymalıyıq ki, sən darıx. Yəni darıxmaq uşağın xəyal gücünü inkişaf elətdirən bir şeydir. Uşaq gündə bəlkə də 15 dəqiqə, 20 dəqiqə, 1 saat darıxmalıdır. Darıxmaqdan heç ölməyib. Yəni uşaq balaca vaxtı darıxmayanda böyüyəndə sonra bir dəfə təkliyə düşə bilmir, özündən tək qala bilmir. Bir dəfə dostundan küsən kimi, sevgilisindən ayrılan kimi depressiyaya düşür. Amma insan uşaqdan tək qalanda o tək qalmaq onun üçün çox sıradan bir şey olur. Sərxan bəy, bu danışdıqlarınızı siz kitablardan öyrənmisiniz, yoxsa həyatı yaşayaraq, təcrübə eləyərək öyrənmisiniz? Yəqin ki, oxuduqlarımın da bunda böyük rolu var. Həmçində bunlar ki, zamanla insanlarla görüşərək, söhbət edərək qazanmışam. Sizin həyatınızda təsir edən, sizi istiqamətləndirən bir başlanğıc nöqtəsi hesab elədiyiniz bir kitab varmı? Əgər varsa, onu da bizlə bölüşməyinizi xahiş eləyəcəm. Əslində, kitab sayı həddindən artıq çoxdur. Mən hər evə mövzuya uyğun çalışıram, kitab tövsiyələri eləyim. Amma sırf bir kitab desəz, məsəl üçün o kitabı oxumalıdır mütləq hər bir müəllim, hər bir valideyn. O kitab mən düşünürəm ki, olardı Tolstoyun İnsanı Yaşadan Nədir kitabı və ya da insan nə ilə yaşayır? Bu kitabı hər bir insan oxumalıdır. Kimliyi asılı olaraq. Amma qaldı ki, bizim bugünkü mövzumuza uyğun, icazənizlə mən 10 kitab adı sayacağam. O kitablardan birisi Edmondo de Amicis'in Uşaq Ürəyi kitabıdır. Digər bir kitab Koreya, Cənubi Koreya hekayəsidir. Məşğul ailə adlanır. Məşğul ailə. Digər bir kitab Qriqori Petrovun İdeal müəllim kitabıdır. Və digər bir kitab həmin Qriqori Petrovun Ağzambaqlar kitabıdır. Mən vaxtımız olsa buradan bir hissəni oxuyardım. Ağzambaqlar ölkəsi kitabıdır. Digər bir kitab Yaradıcı Məktəblər kitabıdır. Ken Robinsonun bu TED çıxışlarında ən çox izlənən çıxışın müəllifidir. Yaradıcı məktəblər. Daha sonra bugün çıxışda adını vurguladığım Oxumaq nəfəs almaqdır.
Sonra 30 milyon kəlmə kitabı, İnkişaf etdirən ana-ata Doğancaloğlu'nun kitabıdır. Uğura aparan ailə, yəni Doğancaloğlu'nun kitabıdır və rəqəmsal dünyada uşaq böyütmək Christy Goodwin'in kitabıdır. Bu 10 kitabı düşünürəm ki, oxuyan bir müəllimə zaval yoxdur. O həm valideynləri yaxşı tanıyacaq, həm uşaqları yaxşı tanıyacaq, həm də özünü yaxşı tanıyacaq və onun üçün həyatdan baş çıxarmaq daha yaxşı olacaq. Asan olacaq. Bəli. O siyahıdakı bir neçə kitabı nə xoş mənə ki oxumuşam. Digərləri üzərində də çalışacağam ki oxuyum. Ağzambaqlar Ölkəsi kitabı mənə də təsir edən kitablardan biri olmuşdu. Sizi orada təsirləndirən nədir? Mən düşünürəm ki, bu kitabı müəllimlik fəaliyyətindən hər kəs oxumalıdır, amma müəllimlər mütləq oxumalıdır. Bu kitabda Snellman adlı bir şəxsdən, bir maarifçidən bəhs olunur. Bugün dünyada təhsil sahəsində nümunə göstərilən Finlandiya adlı ölkənin əvvəl bataqlıqlar ölkəsi olmasından və sonra necə zambaqlar ölkəsinə, bugünkü səviyyəyə gəlməsindən danışılır bu kitabda. O kitabdan çox məqamlar var. Mən bu kitabı sizə göstərsəm görəcəksiniz ki, bu da bəlkə də altını izləmədiyim bir hissə yoxdur. Qəbahət gənclərdə deyil, sizdədir. Siz gəncləri necə tərbiyə etsəniz, onlar elə də erişəcəklər. Gənclərə verdiyiniz tərbiyə nədən ibarətdir? Heç nədən. Analar ev işləri görmək və yemək bişirməklə, atalar da məmurluq, ticarət, dükan və ya fabrik işləri ilə məşğul olurlar. Gecələr də gec saatlara qədər vaxtlarını çayxanalarda və əyləncə məclislərində keçirirlər. Uşaqları ilə məşğul ola bilmirlər. Çünki bunun üçün vaxtları yoxdur. Həm də uşaqlarla məşğul olmaq insanı yoran bir işdir. Onlar öz övladları ilə danışmır. Onların problemləri ilə maraqlanmırlar. Sadəcə boş vaxtlarında onları oxşamağı bilirlər. İndi də öz otağınıza gedin, səs salmadan öz-özünüzlə oynayın deyirlər. Davamı belə daha sərtdə oxumuram, oxumaq istəyənlər özləri oxuyarlar. Burada həm müəllimlərin, həm valideynlərin, cəmiyyətin dərs çıxaracağı bir çox maraqlı mesajlar var. Təşəkkür edirəm Sərxan bəy, bugün qonağımız olduğunuza görə çox sağ olun. Çox sağ olun, mən təşəkkür edirəm. Ümid edirəm ki, dinləyənlər üçün faydalı olar. Söhbətimizin sonuna gəldik. Bugün Sərxan bəylə niyə kitab oxumalıyıq barədə danışdıq. Ümid edirəm ki, artıq kitab hər birimizin həyatında önəmli nöqtələrdən, nüanslardan biri olacaq. Gələn görüşlərə dək.